Kimisi də ata-anasına, tfu sizə, məndən əvvəl neçə-neçə nəsillər gəlib getdiyi halda, siz məni qəbirdən çıxarılacağımla mı hədəliyirsiniz, deyər. Onlar Allahdan yardım diləyərək, vay sənin halına, iman gətir, Allahın vədi haqdır, deyərlər. O isə, bu keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir, deyər. Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də onlar ziyana uğrayanlardır. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz. Kafirlər odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir.